Salam aleykum qızlar. Hər birinizi ilk vloqumdan salamlayıram. Bu dəfə istədim dəvətli olduğum tədbirdən sizə də görüntülər çəkim və paylaşım. Dünən isə Leyla bacımın müqəddəs torpaqları ziyarət etdiyi üçün verdiyi ehsan süfrəsinə qonaq olduq. Hər zaman olduğu kimi bu dəfə də süfrəmizi Pastribakov Şirniyyat evinin tortu bəzədi. Mən hər hansısa dəvətə gecikməyi sevmirəm. Hər zaman hamıdan tez getməyi sevirəm və bu zaman rahat şəkildə çəkilişlərimi edirəm. İlk girişdə məni Leyla bacımın öz əlləri ilə hazırladığı süfrə qarşıladı. Dekor çox gözəl idi, çox zövqlü idi. Gördüyünüz kimi hər bir detay çox gözəldir. Bu dəfəki məkan seçimimiz Fəsil restoranı oldu. Süfrə çiçəkləri mənim ən sevdiyim yasəmən çiçəkləri idi. Burada isə kombinimi çəkirəm. Geyim rəngimiz yaşıl idi. Bu il bildiyiniz kimi xaki rənglərinin tonları dəbdədir və bu rəng mənim sevimli rənglərimdən biridir. Belimin kəməri və hicab aksesuarım yeni əlişimdir. Burada da göstərməyə çalışıram. Burada isə çiçəklərlə eşq yaşayıram. Allahın yaratdığı bütün nemətlər çox gözəldir. Mən yaradılışa aşiqəm. Rəngləri, çiçəkləri, özümü sevirəm. Siz də özünüzü sevin. İnanın ki, daha sonra hamı sizi sevəcək. Çiçəklər hər biri Leyla bacıma hədiyyədir. O da hər məclisdə olduğu kimi çiçəklərin hər birini bizə hədiyyə verir. Burada gələn qonaqları çəkmişəm. Maşallah qızlar, hər biriniz işıq saçırdınız. Yaşar bəy qonağımız oldu. O da Leyla bacı ilə birgə ziyarətə getmişdi və yol yoldaşı olmuşdular. Allah hər birimizə həcc ziyarəti, ümrə ziyarəti nəsib etsin inşallah. Gəldim bura, çox məmnun oldum. Bütün xanımları, bacıları, dostlar, hər kəsi salamlayıram. Həmişə xoş günlərdə görüşək. Allah qəbul eləsin. Allah bütün getməyən hər kəsi nəsib eləsin. Var olun. Amin deyə bir yaxşı yaxşalım. Bir canın feda eder benim kadar. Benim bahar etirli gül etirli sevgilim. Seven mi varsa. Ümrə ziyarətinə tək Leyla bacım yox, həmçinin bir neçə bacımız da gəlmişdi. Onlardan biri də Mehriban bacı idi. Həqiqətən də Mehriban bacı adı kimi özü də mehribandır. Gülnar bacım məndən çanta istəmişdi. O çantanın sahibəsi isə Mehriban bacımız oldu. İçi hər daim dolub daşsın. Xeyir işlərə götürəsiniz inşallah. Burada səmimi ortam yaranmışdı. Şəkillər çəkdik, güldük, şükür etdik. Bəli, məclisin sonlarıdır artıq. Leyla bacı hər birimizə zəmzəm suyu içirdi. Bu su ömrümüzə şəfa olsun. Rəbbim hər birimizə ümrə həcc ziyarəti nəsib etsin. Məni izlədiyiniz üçün çox sağ olun. Videomu bəyənib şərh bildirməyi unutmayın.